Prostat xərçəngi kişilərdə sidik kisəsinin altında yerləşən və sidik kanalını əhatə edən kiçik bir orqanda pis hüceyrələrin nəzarətsiz şəkildə böyüməyə başlamasıdır. Bu hüceyrələr şiş əmələ gətirə bilər və müalicə olunmazsa bədənin başqa yerlərinə yayıla bilərlər. Prostat vəzi kiçik bir qoz boydadır. O spermanın tərkibində daxil olan mayını ifraz edir və kişilik hormonu olan testosteronun aktivləşməsində iştirak edir. Bəzən bu vəzdəki hüceyrələr pozulur və normal olmayan şəkildə çoxalmaya başlayır. Bu bağda bitən alaq otlarına bənzəyir. Yaxşı bitkilərin böyüməsinə mane olurlar. Bəs niyə belə olur? Prostat xərçəngin dəqiq səbəbi məlum deyil. Amma riski artıran bəzi amillər var. Məsələn, yaş. Kişi yaşlandıkça bu xərçəngin yayılma ehtimalı artır. İrsi faktor. Əgər ailədə ata, qardaş kimsə bu xəstəlik keçiribsə, risk daha yüksək ola bilər. İrq. Afrikadan olan kişilərdə bu xərçəng daha çox rast gəlinir. Oturaq həyat tərzi, qidalanma, yağlı yeməklərlə zəngin qidalanma riski artıra bilər. Siqaret və spirt. Araşdırmalara görə bunlar xərçəngin yaranma və daha aqressiv olma riskini artırır. Bəs necə bilmək olar ki, problem var? Erkən mərhələdə prostat xərçəngi adətən heç bir əlamət göstərmir. Sanki səssiz bir düşməndir. Amma şiş böyüdükcə aşağıdakı əlamətlər ola bilər. Məsələn, tez-tez, xüsusən gecə vaxtı sidiyə getmə. Sidiyə başlamaqda çətinlik və ya zəif sidik axını. Sidik kisəsinin tam boşalmadığı hissi. Sidiyə gedəndə ağrı və ya yanma. Sidikdə və ya spermada qan, nadir hallarda. Bel, omba və sümüklərdə ağrı, əgər xərçəng yayılıbsa. Düz bağırsağa təzyiq nəticəsində qəbizlik. Təbiidir ki, bu əlamətlər başqa xəstəliklərlə də bağlı ola bilər. Amma belə bir şey hiss etsəniz, mütləq həkimə müraciət edin. Prostat xərçəngi ciddi bir xəstəlikdir. Amma erkən aşkar edilərsə və düzgün müalicə olunarsa, kişilər uzun illər normal yaşaya və hətta tam sağala bilərlər. Buna görə 50 yaşdan yuxarı və ya risk faktoru varsa daha erkən olan kişilərin ildə ən azı bir dəfə uroloqa getməsi və prostat vəzisinin yoxlanılması çox vacibdir. Hətta elə heç bir şikayətiniz olmasa belə.